Salam əzizlərim, necəsiz? Mən bu gün sizlərlə birgə saf dövrü onluq kəsir və qarışıq dövrü onluq kəsir izah etmək istəyirəm. Gəlin başlayaq. Birinci bizə verilib 0 tam dövrdə 8. Yəni biz mötərizənin içindəki sayı qədər bura 9 yazıb, yuxarıda 8 yazacaq. 9-da 8 etmiş oldu. Sonra 1 tam dövrdə 7. Tam varsa bura 1 tam yazırıq. Mötərizənin içindəki sayı qədər bura 9. Yuxarıya isə 7. Sonra 10 tam dövrdə 45. Tam yazırıq 10 tam. Neçə ədəd var? 2 dənə 99 yazırıq. Yuxarıya da 45. Bunlar 9-a ixtisar gedir. 10 tam 11-də 5 etmiş olur. Sonra bizə verilib 0 tam dövrdə 2. Mötərizənin sayı qədər 9 yazırıq. Yuxarıya da 2. Bu heç bir şey ixtisar getmədiyi üçün belə qalır. Sonra 3 tam dövrdə 54. Yazırıq. 3 tam sayı qədər 9 yazırıq. Yuxarıya isə 54. Bunlar da 3-ə ixtisar gedir. 3 tam 33-də yuxarıya da olmuş olur 18. 3 tam 33-də 18. Gəlin qarışıq dövr onluq kəsirlərə baxaq. İlk öncəliklə bunu demək istəyirəm ki, saf dövr onluq kəsirlər sizin üçün asan gələ bilər. Ancaq qarışıq dövrü biraz qarışıq olduğu üçün o qədər də çətin deyil, ancaq o qədər də asan deyil. Gəlin baxaq birinciyə. 0 tam 10-da 1 dövrdə 6. Görürsünüz ki, bu vergüllə mötərizə arasında heç bir ədəd yoxdur. Ancaq qarışıq dövrə gələndə burada bir ədəd var. Onun üçün biz bunu necə edirik? Mötərizənin sayı qədər 9 yazırıq. Buradakı 1 var ya, bu 1'i vergüllə mötərizə arasında nə qədər ədəd varsa, onun yanına da 0 atırıq. Və 90 eləmiş oldu. Sonra yuxarıya nə eləyirik? Yuxarıda bu ədədlə mötərizənin içindəki ədədi 16, 16-dan da 1'i çıxırıq. 16 çıxılsın 1. 90'da 15. Bunu da 15'e ixtisar eləyirik. Bu da bizə 6'da 1 vermiş olur. Sonra gəlin digərinə baxaq. Bu dəfə burada 8 tam. Tam var bu dəfə burada. Onun üçün biz tamı yazırıq. Və mötərizənin içindəki sayı qədər 9. Vergüllə mötərizə arasındakı qədər 0. 75'dən 7'ni çıxırıq. 8 tam 68'də 90. Və biz bunları 2'ye ixtisar edirik. 8 tam 45'də 34. Bu eləmiş olacağımız. Sonra baxaq. Baxaq 15 tam 10'da 2 mötərizənin içində 34'ə. Biz burada görmüş oluruq ki 15 tam yazırıq. 15 tam. Sonra mötərizənin içindəki qədər 9. Vergüllə mötərizə arasındakı qədər isə 0. 234'dən çıxırıq 2'ni. 15 tam 232'də 990 vermiş olur. Və biz bunu 2'ye ixtisar edirik. 15 tam 2'ye ixtisar edəndə neçə edir? Gəlin burada qaralamamızda həll edək. 232 bölünsün 2, 1, 2, 1, 2, 116. 990'ı gəlin 2'ye bölək. 4, 8, 19, 9, 18, 15. Biz bunları tapdıq. Yəni 15 tam 495'də 116. Buranı oxuya bilməsəz bir də deyirəm. Baxın 15 tam 495'də 116. Gəlin keçək 4-cüyə. Biz tamımız yox, tam qoymuruq. Mötərizənin içindəki qədər 9 yazırıq. Və bunun yanındakı qədər də 0 atırıq. Sonra bunları 2583'dən 25 çıxırıq. Gəlin çıxaq. 8, 7'dən 5.
Burada qalır 4. Orada da qalır 1. Görə düzgün alındığımı bunu toplayaq. 3, 1, 7, 1, 8. Burada 5 olur uşaqlar. Və biz burada 2583-də 25 çıxanda etdi 1558. 9900-də 1558 2-yə bölürük. 4950-də 779 etmiş oldu cavabımız. Gəlin sonuncunu da yazaq, bitir. Və burada bizə hansı tam verilib? 10 tam. Mötərizənin içinə qədər ədəd yazırıq. 9 yazırıq. Orta vergül ilə mötərizə arasındakı orta ədədlər nə qədərdir? Bir dənə. 0 atırıq və 145-dən 1-i çıxırıq. 10 tam 990-da 144. Bunlar neçəyə ixtisar edir? Bunlar 3-ə ixtisar edir. 10 tam, gözüm burada yazım, 10 tam 330-da 144-ü gəlin 3-ə bölək. İçində 4 dəfə düşür. 12, 24, 8. 24, 0. 48 düşdü. Bu bir də biz bunu 3-ə böləcəyik. Bu cavab alınır. Sonra 2-yə böləcəyik. 10 tam 55-də 8. Siz bunu bütövlükdə də bölə bilərsiniz. Mən bunu hissə böldüm ki, daha rahat olsun bizim üçün. 10 tam 55-də 8 etmiş oldu. Saf dövr və qarışıq dövr onluq kəsirlə misallarımız bu qədər. Əgər siz belə videoların gəlməni istəyirsinizsə ya da bu videolar sizin üçün faydalıdırsa, kanala abunə olub like atmağı unutmayın. Gələn dərslərdə görüşənədək sağ olun.